Salam əziz müəllimlər, hamınızı xoş gördük. Mən təlimçi İlahə Əhmədova. Bugün sizə mən biraz mövzulardan uzaq, hamının əziyyət çəkdiyi, bəzən testlərdə çox səhv elədiyi, doğru-yanlış tipli testlər haqqında məlumat vermək istəyirəm. Yəni bu testləri necə düzgün şəkildə işləyəcəyik, bu testlərin düzgün işləmə qaydaları necədir? Mən onun haqqında sizə bugünkü video izahımda məlumat vermək istəyirəm. Çünki bilirsiniz ki, hal-hazırda imtahanların əksəriyyətində doğru və yanlış testləri düşür və bu da doğru və yanlış testləri üçün hansı orada verilən mövzu ilə bağlı məlumatlı olmaqdan əlavə həmin sxemin içini düzgün qavramaq və onu düzgün şəkildə işləmək də vacib bir məqamdır. Ona görə bugünkü video izahımı məhz ən çox gələn suallarınızdan irəli gələrək doğru-yanlış testlərinin necə düzgün işləmə qaydalarını izah etmək istədim. Ümumiyyətlə, doğru-yanlış testləri iki tipdə ola bilər. Mən bugün sizə hər iki tip haqqında məlumat verəcəm. Hər iki tipdə düşən testləri necə düzgün şəkildə işləyəcəyinizi sizə öyrədəcəm. Birinci, burada gördüyünüz kimi, burada düzgün uyğunluğu müəyyən edin şərtdə, yəni sizə belə bir başlıq verir. Düzgün uyğunluğu müəyyən edin. Üzrlü say, mən biraz düzgün çəkə bilmədim şrifti. Belə olduğu halda ilk öncə cədvələ fikir veririk. Cədvəlimiz iki hissəyə bölünür. Cədvəlimizin birinci hissəsində doğru hissəsi yazılır. Bizim ikinci hissəmiz isə yanlış bölməsi olur. Əgər düzgün uyğunluğu müəyyən edin bölməsi bizim üçün, yəni bu başlığı, bu şərti bizim üçün veribsə, demək ki, biz doğru cədvəlinin içərisindən doğruları seçəcəyik, hansı ki, həmin xətti, yəni bu sxemin içərisində bu hissədə yəni doğru məlumatlar olmalıdır. Çünki yuxarıda bizə verilən şərt doğrunu istəyir bizdən. Burada isə başlıqda yanlış verildiyinə görə biz buradan da yanlış olan fikirlər, yəni cədvəlin içərisində verilən fikirlər onun başlanğıcında olan ümumi fikirlə bağlı olmalıdır. Yəni düzgün uyğunluğu müəyyən edin. Yəni burada düzgün uyğunluq, yəni sxemin yuxarı hissəsindən, yəni yuxarıdakı şərt hissəsindən bölmələri bir-birini düzgün şəkildə tamamlamalıdır. Baxaq testlər. Deyir, induksiya ümumi məlumatlarda xüsusi məlumata doğru bir mühakimədir. Burada həm yeni mövzuları, yəni keçdiyiniz mövzuları xatırlamaq sizdən tələb olunur. Bir qədər, yəni mürəkkəb testi bu testlər. Biz fikirləşirik ki, axı yox, induksiyada biz xüsusidən ümumi məlumatlara doğru gəlirdik. Axı ümumi məlumatlardan xüsusi məlumata doğru biz induksiya prosesində gəlmirdik. Ona görə də bu fikir düzgün fikir deyil, bu yanlış fikirdir. Və yanlış fikri götürüb doğru bəndinin altında veriblər. Yəni fikir və yuxarıda verilən başlıq bir-birindən təzaddır. Bir-birindən eyni gəlmir. Ona görə də biz biri qəti şəkildə götürə bilmərik. Və variantlarda baxırıq ki, bir A variantında var və Y variantında var. Ona görə bu variantları artıq tam əminliklə çıxa bilərik. Daha sonra ikincidə deyir ki, uşaqların rənglər, onların çalarları ilə tanışlığı üzrə işlər estetik yaradıcı inkişaf sahəsində aparılır. Bu həqiqətən də doğru məlumatdır. Çünki həqiqətən də biz rəngləri və rəng çalarlarını, yaradıcılıq işlərini məhz estetik yaradıcı inkişafda aparırıq. İkidə verilən fikir həqiqətən də doğru fikirdir və doğru bəndindən doğrudan da bir-birini tamamlar. Yəni fikirdə doğrudur və bənd olaraq da həqiqətən də doğru bəndinin altında verilib. Ona görə biz ikini burada götürə bilərik. Üçdə deyir ki, kiçik və böyük motor bacarıqların inkişafı, fiziki inkişaf, sağlamlıq və təhlükəsizlik inkişaf sahəsində aparılır. Bu da həqiqətən doğru fikirdir. Çünki biz həqiqətən də kiçik, böyük motor bacarıqlarının inkişafını, fiziki inkişaf və sağlamlıq və təhlükəsizlik sahəsində aparırıq. Fikir doğru fikirdir və həqiqətən də doğru bəndinin altında verildiyinə görə biz üçü də düzgün götürə bilərik. Yəni bu hissədə sadəcə ikinci və üçüncü fikirlər həqiqətən də doğru oldu. Yəni başlığından bir-birini tamamladı. Keçək növbəti hissəyə. Burada isə artıq biz yanlış fikri axtarmalıyıq ki, fikir həqiqətən yanlış olmalıdır və yanlış fikir yanlış bəndinin altında verilməlidir. Deyir, ikinci inkişaf sahəsi idrakdır. Bu düzdür. Bizim ikinci inkişaf sahəmiz idrakdır. Bu fikir doğrudur. Amma bunu yanlış bəndinin altında vermək yox. Olmaz. Axı bu fikir doğrudur. Biz bunu necə yanlış bəndinin altında verə bilərik? Ona görə də bunu götürmürük.
Daha sonra deyir, uşaqlarda kollektivçilik bacarıqları sosial-emosional inkişaf sahəsində formalaşır. Bu da həqiqətən doğrudur. Çünki doğrudan da biz kollektivçilik bacarıqlarını sosial-emosional inkişafda formalaşdırırıq. Ancaq doğru fikri götürüb yanlış variantının, yanlış bəndinin altında veriblər. Ona görə də bunu da götürmürük. Fikir yanlışdır, amma bizdən fikir doğrudur, amma bizdə yanlış istəyir. Yəni fikirlər bir-birinə təzad gəlir. Hörmət, güzəşt kimi bacarıqların formalaşması aiddir idraki inkişaf sahəsinə. Aha, demək burada fikir yanlışdır. Çünki hörmət, güzəşt sosial-emosional inkişaf sahəsində biz uşaqlara öyrədirik. Bu yanlış fikirdir, idraka aid deyil verilən xüsusiyyətlər. Və həqiqətən də yanlış fikrinin altında biz yanlış fikri tapdıq ki, altı yanlış fikirdir və doğrudan da yanlış bəndinin altında verilir. Bu hissədən də biz altını götürürük. Yəni, doğru bəndinin altından həqiqətən doğru fikirləri seçməliyik. Yanlış bəndinin altından isə yanlış olan fikirləri seçməliyik. Ona görə də burada bizim cavabımız bu sıradan 2-3, buradan isə 6 oldu. Yəni cavabımız B bəndidir. Digər belə bir test nümunəsinə baxaq. Burada da görürsünüz, deyir, düzgün uyğunluğu müəyyən edin. Yəni düzgün uyğunluq doğru fikir doğrunun altında verilməlidir. Yanlış fikir yanlışın altında verilməlidir. Ştamping burada deyir, rəsmlər müxtəlif ştampların köməyi ilə çəkilir. Həqiqətən də biz rəsm etmə texnikalarından biri olan ştampda, ştamping texnikasında rəsmləri müxtəlif ştampların köməyi ilə çəkirdik. Fikir doğrudur və doğru ilə üst-üstə düşür. Doğru fikir, doğru bəndin altında verilib. Yəni biri düz götürə bilərik. Uşaqlarda qayçıdan istifadə böyük qrupdan öyrədilməyə başlanılır. Xeyr, biz uşaqlara qayçıdan istifadəni orta qrupdan öyrədirik. Böyük qrupda artıq uşaq normal dərəcədə qayçıdan istifadə etməyi bacarır. Bu yanlış fikirdir və bunu gətirib doğru bəndinin altında verdiklərinə görə biz bunu götürə bilmərik. Aplikasiya sözünün mənası birləşmə deməkdir. Bu da həqiqətən doğru fikirdir. Çünki doğrudan da aplikasiya müxtəlif səth üzərində təbiət materiallarla, kağızdan, parçadan birləşdirərək müəyyən kompozisiyaların yaradılmasıdır. Üçüncü fikir doğrudur və doğrudan da doğru bəndinin altında verilib. Bunu yaxşı olar ki, belə vərəqdə X və yaxud da ki, quş işarələrinin köməyi ilə yazanda sizin üçün gözünüzün önündə daha aydın olur. Kiçik qruplarda yapma məşğələlərinə 25-30 dəqiqə vaxt ayırmaq kifayətdir. Bu tamamilə yanlış fikirdir. Çünki kiçik qrup uşağı 25-30 dəqiqə hansısa bir məşğələdə otura bilməz. Uzağa 5-10 dəqiqə vaxt aparılmalıdır məşğələnin təşkilinə. Bu fikir yanlış fikirdir və bunu götürüb dördüncü fikri gətirib doğrunun altında veriblər. Axı bu yanlışdır, biz bunu doğru bəndinin altında verə bilmərik. Ona görə də buradan yalnız 1-i və 3-ü götürdük ki, 1-3 fikirləri doğrudur və yerində, həqiqətən də doğru bəndinin altında verilib. İndi gələk yanlışlara. Böyük qrupda artıq uşaqlarda sümüklər bərkidiyi üçün gil ilə daha çətin manipulyasiyalar etməkləri mümkündür. Bu doğrudan düz fikirdir. Yəni, uşaq artıq böyük qrupda daha mürəkkəb gillə əməliyyatlar yerinə yetirə bilər. Fikir doğrudur, amma yanlış bəndinin altında verilib. Ona görə bunu götürə bilmərik. 6-da deyir, origami quraşdırma formasından kiçik qrupda istifadə olunmağa başlayır. Xeyr, origamidən biz orta qrupdan etibarən uşaqlarla məşğul olmağa başlayırıq. Yəni fikir yanlışdır və doğrudan da yanlış fikirlə, yəni yanlış bəndlə üst-üstə düşür. Altını götürdük. Uşaqlar orta qrupda artıq quraşdırma zamanı sxemlərlə işləməyi bacarırlar. Xeyr, biz sxemlərlə işləməyi böyük qrupdan etibarən uşaqlara verə bilərik ki, hansı ki orada uşağın artıq təsəvvür ehtiyatı, müəyyən işləmə bacarıqları olmalıdır ki, uşaq sxemlə işləməyi bacarsın. 7-də səhvdir və doğrudan da səhvin altında, yəni yanlış bəndinin altında verilmişdir. Birinci kiçik qrupda quraşdırma fəaliyyəti üçün ən uyğun material müxtəlif formalı bloklardır. Bu da düzdür. Uşaqlar müxtəlif bloklardan kiçik sadə nələrsə hazırlayırlar. Fikir doğrudur, amma yanlışın altında verildiyinə görə biz bunu götürə bilmərik. Demək, yanlışda da 6-7 fikirləri həqiqətən də yanlışdır və yanlış bəndinin altında verilmişdir. Yəni, biz burada götürəcəyik C bəndini. Demək, əgər bizə şərtdə düzgün uyğunluğu müəyyən edin sözü verilibdirsə, biz doğrunun altından doğruları, yəni doğru ilə fikir doğruluğu düz olmalıdır, uyğunluq düz olmalıdır. Yanlışın da altından yanlışları götürməliyik. Bu testin digər bir versiyası isə belədir. Cədvələ əsasən düzgün fikir uyğunluğunu pozan bəndləri seçin.
Demək artıq burada verilən uyğunluğu hansısa fikir pozur. Burada isə necə eləyəcəyik? Məsələn, doğru bəndlərinin altından doğru fikirlər verilir. Onların içinə bir dənə yanlış fikri atırlar və yanlış fikir doğru uyğunluğunu pozur. Deməli, burada uyğunluq pozulub. Yəni, doğru bəndinin altında verilən doğruların içərisində birini yanlış atıblar ora və həmin yanlış o doğru uyğunluğunu pozub. Deyir, nukleer ailə ata, ana, nənə, baba və uşaqdan ibarətdir. Nukleer ailə sadə ailədir. Burada sadəcə ata olur, ana olur, bir də uşaq olur. Yəni, bura artıq nənə, baba, ata, ana, digər fərdlər olarsa, bu mürəkkəb ailə olur. Demək, burada fikir səhvdir. Valideyn guşəsində olan elanlar həftə ərzində dəyişdirilə bilər. Düzdür, biz elanlarıdır, sərgilərdir, bunları vaxtaşırı. Çünki bir elanı biz aylarla, illərlə saxlamırıq. Mövzu dəyişdikcə, elanın işi yerinə yetirdikcə elanı dəyişirik. Fikir doğrudur. İclaslar təşkilati, cari və yekun formada keçirilə bilər. Bu fikir də düzgün fikirdir. Mütəxəssislər güşəsinə mütəxəssislərin adı, qəbul saatları qeyd olunmalıdır. Bu da düzgün fikirdir. İndi baxırıq. Düzgün fikir, düzgün fikir, düzgün fikir. Bənd bizdə doğru bənddir. Yəni fikirlər bizdən burada doğru bəndləri, doğru fikirlər istəyir. Bir dənə burada birinci düzgün uyğunluğu pozur. Çünki birinci yanlış fikirdir. Və onu gətirib doğru bəndinin, doğru bəndi və altında olan doğru fikirlərin içinə salıblar. Yəni burada düzgün uyğunluğu pozan məhz birinci cavabdır. Biri burada qeyd edirik. Sonra keçək 5-ə. Burada artıq yanlışların içində bir dənə doğru fikir atıblar deməli. Valideyn iclası zamanı informasiya hissəsinə müəllim ötəri məlumat verməlidir. Xeyr, müəllim informasiya hissəsində keçiriləcək mövzu ilə bağlı bütün məlumatları valideynlərə ötürməlidir. Bu yanlış fikirdir və yanlışın altında verilib. Deməli, uyğun gəlir. Valideyn guşəsinə yerləşdirilən məşğələ cədvəli bir il ərzində dəyişməz qalmalıdır. Düz fikirdir, çünki biz hər dəfə bir məşğələ keçmirik. Yəni, məşğələlər bir həftə, məsəl üçün, hər bir il ərzində çərşənbə günü eyni məşğələni keçirik, cümə axşamı eyni məşğələni keçirik. Fikir doğrudur. Xədicə müəllim ailənin ata və anasını uşaqlar yatan zaman çağıraraq onlarla ailənin son günlərdəki gərgin olan psixoloji vəziyyəti ilə bağlı söhbət aparırdı. Bu kollektiv əlaqə formasına daxildir. Yox, burada müəllim bütün onun nənəsini, babasını, digər üzvlərini çağırmır ki, sadəcə ailəsi, ata ilə anasını çağırır, yəni fərdi söhbət aparır. Bu fərdi əlaqə formasına daxildir. Ona görə bu da səhv fikirdir. Pasiv valideyn uşağının problemini qəbul edə bilməyən valideyndir. Bu da səhv fikirdir. Çünki pasiv valideyn işlərdən qaçan valideyndir, tənbəl valideyndir. Ona görə də bu da səhv fikirdir. Yəni 5, 7, 8 səhv fikirdir və burada bizdən yanlış fikirləri tələb eləyir. Yəni səhv fikirlərlə yanlış bənddə düz verilib, amma burada 6 bir dənə düz fikirdir. Yəni onun yanlış bəndinin içində yeri yoxdur. O yanlış bəndini və orada olan fikirləri pozub. Çünki burada ancaq yanlışlar olmalıdır. Bəndin yuxarısında yanlışları istəyir bizdə. Bir də 6 burada düzgün uyğunluğu pozan bənd olacaq. Yəni cavab B bəndidir. Yəni burada düzgün uyğunluğu pozan deyəndə doğrunun içindən biri yanlışı pozur, yanlışların içindən bir dənə, iki dənə doğru fikir ardıcıllığını pozur. Bir dənə də belə bir test nümunəsi, yenə də burada düzgün fikir uyğunluğunu pozan bəndi seçin. Demək, biz burada doğruların içərisində demək bir dənə yanlış var. Yanlışların da içində bir və ya bir neçə dənə doğru varsa, orada uyğunluğu pozur. Məktəbə qədər təhsildə diferensiallaşdırma birincidə deyir ki, uşağın maraq tələbatını, fiziki əqli səviyyəsini, psixofizioloji xüsusiyyətini nəzərə almaqla təşkil olunur. Bu doğrudan da düz fikirdir və düzün altında verilir. Təhsil alanları Azərbaycan xalqının, yəni uşaqların adət-ənənələrinə, mənəvi dəyərlərə, dövlət rəmzlərinə hörmət ruhunda tərbiyə etmək müəllimin hüququdur. Xeyr, uşağı tərbiyə etmək, onu öyrətmək müəllimin vəzifəsidir. Yəni, bu fikir səhv fikirdir. Verilən bu məlumatlar, uşağa bunları öyrətmək müəllimin hüququ yox, müəllimin vəzifəsidir. Bu fikir səhvdir. Məzmun standartları uşaqların bilik və bacarıq səviyyəsinə qoyulmuş dövlət tələbi olmaqla gözlənilən ümumi təlim nəticələrini reallaşdırır. Bu doğrudan da düzgün fikirdir təhsil haqqında qanuna əsasən.
Məktəbəqədər təhsil kurikulumu elə standartlardan təşkil olunmuşdur ki, burada bir mərhələdən digərinə keçid, məntiqi və məzmun prinsipləri ilə daxili bir-birini, yəni mövzular ardıcıllığı ilə bir-birinə əsaslanır. Bu da düzgün fikirdir. Çünki standartlarda həm inteqrasiya gözlənilir, həm də sadədən mürəkkəbə doğru təşkil olunur ki, uşaqların yaş xüsusiyyətlərinə uyğun olsun. Demək, burada 1, 3 və 4-cü cavablar düzdür. Çünki bənddə bizdən doğrunu istəyir. Bir dənə 2-ni ora yanlış fikir olaraq atdıqlarına görə o düzgün ardıcıllığını, doğru ardıcıllığını pozur. Yəni burada 1-dir. İndi keçək yanlışlara. Bir uşağın eyni zamanda dövlət məktəbəqədər və ümumtəhsil müəssisələrində, habelə digər müəssisə və təşkilatı dövlət hesabına məktəbə hazırlıq təhsil almasına yol verilmir. Bu doğrudan da düzdür. Yəni uşaq həm bağçada, həm məktəbdə eyni vaxtda məktəbə hazırlıq keçə bilməz. Buna yol verilməməlidir. Bu fikir düz fikirdir. Məktəbəqədər təhsilin sonunda ümumi təlim nəticələri təqdim olunmuşdur ki, burada da ibtidai məktəblə məktəbəqədər təhsil arasındakı varislik gözlənilmişdir. Bu da düzgün fikirdir. Yəni düz göstərilmişdir burada fikir. Aha. Demək, burada 6-da da burada düzgün fikir göstərilmişdir. Çünki həqiqətən də bizim məqsədimiz uşağın bağçada öyrəndiklərini məktəbəqədər təhsil müəssisəsində və ya öyrəndiklərini məktəbdə tətbiq etməkdən ibarətdir. Deməli, 6 da düzdür. 7-də deyir ki, xəyali gəlinciyini suya saldıqdan sonra onu tez parça ilə silir ki, üşüməsin. Bu adlanır ümumiləşdirmə. Bu Jean-Piaget nəzəriyyəsinə əsasən uşaq canlı və cansızı ayırd edə bilmir. Bu Piaget nəzəriyyəsinə görə animizm adlanır, yəni bu ümumiləşdirmə deyil. Ona görə də bu yanlış fikirdir. 8-də deyir ki, uşağın təşəbbüskarlığının hər zaman müəllim tərəfindən idarə olunması uşaq yönümlü təhsilin vacib komponentlərindən biridir. Bu da yanlışdır. İndi ola bilər bu fikir sizi çaşdırar ki, niyə axı uşaq təşəbbüskarlığının burada fikir verin, idarə olunması yox, dəstəklənməsi uşaq yönümlü təhsildə əsas götürülür. Yəni burada 7 və 8-ci fikirlər yanlışdır və bənd olaraq bizdən yanlış bəndi istədiyinə görə 5-ci və 6-cı bəndlər doğru fikir olduğuna görə yanlış ardıcıllığını pozur. Burada testdə səhvlik gedib, ona görə mən burada yazıb düzəltmişəm. Burada cavab A bəndi olacaq. Yəni bu bənddə doğru sırasında ikinci bənd yanlış olduğuna görə doğruların içərisində pozmuşdur. Yəni 2 burada yanlış olacaqdır. Burada daha doğrusu 2 olmalıdır. Bu bənddə isə bizdən sırf yanlışları istəyir. Yəni biz orada ancaq yanlışları axtarmalıyıq. Əgər orada hardasa doğru varsa, demək o doğrular həmin ardıcıllığı pozur. Çünki burada bizdən yanlış istəyir. Burada da yanlış fikirlər 7-8-dir. Amma 5-dən 6 burada düzgün ardıcıllığı pozduğuna görə burada 5 və 6 olacaqdır. Burada yəni cavab, burada testdə səhvlik olub mexaniki cavablarda 2, 5 və 6-cı cavabı olacaq. 2 və 5, 6 bizim düzgün sxemimizi pozur. Demək, müəllimlər, bu cür testi işləyəndə, əgər düzgün uyğunluğu müəyyən edin deyəndə sizə doğru bəndlərin altından doğru fikirləri seçəcəksiniz, yanlış bəndlərin altından isə yanlış fikirləri seçəcəksiniz. Yəni fikir yanlış olmalıdır və yanlış bəndinin altında verilməlidir. Əgər düzgün fikir uyğunluğunu pozan bəndi şərtini verirsə sizə, demək ki, o həmin bənddə doğruların içərisində hardasa bir yerdə yanlış verib və o yanlış o doğruların içərisində onun yeri yoxdur. O ardıcıllığı pozur. Bənddə doğru bənddir. Yanlışların da içərisində yanlışlar verilməlidir və orada harasa bir doğru fikir atırlarsa, demək o doğru fikir yanlışın içində olmamalıdır. Oradakı düzgün uyğunluğu pozur. Bu testin izahı bu qədər. Ümid edirəm ki, sizin üçün aydın oldu. Çünki bu testlərin izahı ilə bağlı mənə çox müraciət gəlirdi. İmkan olduğu müddətcə çalışacağam ki, sizlər üçün bu tip testi Telegramda testlər paylaşım. Telegram kanalımızı, YouTube kanalımızın şərh bölməsində tağ edəcəm. Ora qoşularaq bu cür testlərin düzgün işləməsini özünüzdə vərdiş etmək üçün həmin testləri işləyib yararlana bilərsiniz. Çalışın, diqqətli olun. Bu cür testlər işləyəndə biraz yanıldıcı, göz yanılması edilən testlərdir. Yuxarıdakı şərhdə fikir verərək siz testi çox rahat şəkildə işləyə bilərsiniz. Kanalımıza abunə olmağı da unutmayın. Yenə sizlər üçün ən çox sizə çətinlik yaradan mövzularla bağlı izahlar çəkməyə davam edəcəm.
Digər belə deyək, bizlə bağlı, dərslərimizlə bağlı, ə, yöntəmlərimizlə bağlı, sizə çətinlik çəkdiyiniz suallarla bağlı da aşağıda qeyd edəcəyim əlaqə nömrəsinə əlaqə saxlayaraq çətinlik çəkdiyiniz mövzuların izahını, yəni öyrənmiş ola bilərsiniz. İnşallah növbəti izahlarda görüşənədək sağ olun, salamat qalın.